Damlanın prodüseri Mehrini şantaj eləyib. Bildirib ki, əlində onun oteldə çəkilmiş biabırçı görüntüləri var və susmasa həmin görüntüləri sosial mediada paylaşacaq. Mən nə Damla tanıyıram, nə də İradə Mehrini. Məni maraqlandırmır da. Sadəcə olaraq Damlanın o prodüserini, yəni o loru dildə desək, disk daşıyanı, kaset daşıyanı kimdirsə, bir ultimatum verib ki, gəl görəsən. Deyib ki, o İradə Mehri var, sən kimsənsə, sənin otel görüntüləri, Novxanıda, Akvaparkda, hoqqaların haqda video var əlimdə. Özünü yığışdırmasan, sosial şəbəkələrdə paylaşıb biabır edəcəm. Bu prodüser cinayət edib, cəzasını mütləq almalıdır. Əvvəla şantaj, qorxutma, hədələmə, eyni zamanda şəxsi həyata müdaxilə yol verilməzdir. Mənə çox maraqlıdır, o prodüser otel videolarını necə ələ keçirdib, necə əldə edib? Deməli, o senarinin qurulmasında, o görüntülərin hazırlanmasında və çəkilməsində yəqin ki, birbaşa onun da əli var, rolu var. Belə çıxır da. Bu sözləri də deyib, İradə Mehrini qorxudub. O da çəkinib və hamıdan halallıq istəyib. Siz kimsiniz? Kimsiniz ki, kimisə təhdid edəsiniz, şantaj edəsiniz? Sabah o adam intihar etsə, arxasında dura biləcəksiniz? Mən heç tanımıram İradə Mehri kimdir. Siz ondan üstün adamsınız. Siz show biznesə müsabiqələr keçib gəlmişsiniz, muğam müsabiqələrindən gəlmişsiniz, yoxsa hansısa böyük bir musiqi məktəbinin, akademiyasının məzunlarısınız. Xaşili çadır toylarından gələnlərsiniz də, siz necə gəlmişsiniz ki? Yoxsa müqəddəs Məryəmin balalarısınız, reketsiz, kimsiz ki, kimisə qorxudasınız, hədəliyəsiz. Mən hüquq mühafizə orqanlarına xahiş edirəm, bu məsələni ciddi şəkildə araşdırsınlar. Heç biriniz süddən çıxan ağ qaşıq deyilsiniz.